Baxın belə pastelimi dəyişdim. İndi başlayıram digər işlərimi görməyə. Baxın belə elədim. Deməli bu pərdəmi də yumuşam. Bu da yeni aldığım pərdələrdən çıxan qıraqlarıdır. Bunu da verdim. Belə balaca döşəkçi kimi dikdirdim. Xanımlar belə. 2 ədəd bundandır, 1 ədəd bundan. İndi bunları da sintifon alacağım. İçinə doldurmağa qəşəng hər uşağın kravatına bir dənə qoyacağım. Bunu da yudum qəşəngcənə. Yüzünü də, ondan sonra mitilini də yudum. Mama döşəklərimi Allah kömək olsun. Qəşəng hamısını yudu. Sırıdı, özü çırpdı, özü mitillərlə kimi yudu. Ondan sonra bu yastıqlarımı yuldum. Qəşəng atdım maşına, qəşəngcənə yoldu. Bir 3-4 gündə çöldə saxladım. Ondan sonra bu yastıqların da içərisinə mitilini yudum, təzədən taxdım. Bir dənə də əlavə üz keçirməz taxdım. Üz keçirməzin biri elə bir ki, tük buraxırdı, yaxşı deyil idi. Ona qəşəng təzə tük keçirməz taxdım. Ovucunda tük keçirməzi təmiz idi, yumuşdum. Altından mitilləri saldım, üstündən də belə üzləri saldım. Baxın belə. İndi başlayıram. Pərdəmi də yumuşam, dəyərli xanımlar. Qoymuşam belə, sələ aşağı salmamışam. Bir də baxın bu karnizi dəyişdim, yenisini aldım. Burada möhkəm yağış yağmışdı, dəyərli xanımlar. Biraz sızıntı vermişdi. Yox. Burada uşaqlar nəsə oynayanda atıblar, orada sarı balaca bir nöqtə var. İndi Allah qoysa onlara emosiya verdirəcəm. Bu pərdəmdə yumuşam, hələ endirməmişəm. Pastellərimi də gördüyünüz kimi yumuşam, asmışam. Əyim paltarları zat var, kravat üstüklərini zaten yumuşam. Baxın, mən də qəşəng üzünü tozsoranladım. Başlığı da tozsoranladım. Bunu da örtüyünü atmışam yuyulmağa. Sonradan başlayacağım taxmağa. İndi inşallah Allah qoysa başlayıram. Tozsoranlayım, silim. Tozlarımı alım. Onu sonra keçəcəm uşaqların otağına. Baxın, orada da gətirmişəm, hazırdır. Biraz paraşok katmışam. Bir de acı katmışam ki dezinfeksiya olunsun, mikroblar ölsün. Ondan sonra başlayıram yığışdırmağa. Burada da əyərli xanımlar. Qoyun açım, baxın. Baxın belə. Sonkalarımı yığmışam. Ondan sonra əyim paltarlarını belə yığmışam. Arkada da o toy sonkalarıdır. Ondan sonra burada uğurun sumkasıdır. Ondan sonra kəməri oraya qoymuşam. O da bir uzaq yol gedəndə boyunluqdur. Hamısını baxın, belə yuyub çin-çin yığmışam. Burada dəyərli xanımlar, indi pastellləri çıxartmışam bir-bir. İndi uşaqların pastellərini götürdüm. İndi Allah qoysa bu tərəfdə qəşəng çöldəki pastelim də qurusun. Bu pastelimin də prasinası qurusun. Hamısını qəşəng sərgəli yığacam. Oraya qoyacam. Ondan sonra da bununla da şkaflarımın hamısını tərtəmiz elədim. Baxın belə. Hamısını yığmışam. Bir dənə kirli şeyim yoxdur. Ondan sonra öbür tərəfləri də yığışdırmışam. Baxın belə. Buranı da belə yığışdırmışam. Burada da yoldaşımın koftaları da belə yığmışam. Ondan sonra hamısını dəyərli xanımlar yığıb təmizləmişəm. Burada da paltarlarımdır. Hamısını belə yığmışam. Orada da ki şeyler yığmışam. Pərdələrimi yığmışam. Bu da belə. Hamısını yuyub tərtəmiz yığmışam. Pərdələrimdəki kloka qoymuşam. İndi Allah qoysa kəndə gedəndə aparacam. Burayla da işlərimi bitirdim. Baxın belə. Baxın belə. Buranın pəncərələrini silmişəm, pərdələrimi yudum, açdım. Termomu da sildim qəşəng. Ondan sonra qapılarımı da qəşəng sildim, təmizlədim. Ondan sonra baxın belə. Hər bir şeyi də sildim, yudum. Təzədən yerinə taxdım. Təzədən yerinə taxdım. Ventilyasiya da hazır qoymuşam. Baxın, yerdə təmizdir. İndi gəldim uşaqların otağına. Uşaqların otağını da eləyəcəm, təmizləyəcəm. Baxın belə. Buraları da çıxartdım bura. İndi onları da silib təmizləyimsə. Baxın belə. Hər şey toz sıranladım, sildim. Ondan sonra baxın bu cürlə.
Tosteranladım, sildim. Ondan sonra stol üstünü keçe sildim. Pərdelərimi də yumuşam, pəncərələrimi də sildim. Tərtəmiz. Burayla da işlərimi bitirdim. Baxın, pastellərimi dəyişdim. Şirləri attım bura. İndi bu kravatın üstünü çırpacağım. Üstündəkiləri götürəcəm. Bundan da işlərimi bitirdim. Buranı ayrı düzəltmişim. Baxın, belə pastellərimi dəyişdim. Şirlərimi bura qoydum. İndi bunun üstünü çırpacağım. Kere pastellərimi də atacağım. Bu da mənim aynamlarımdır. Baxın, buralığı da belə hamısını tərtəmiz təmizləmişəm. Baxın, belə. Hər şeyimi tərtəmiz təmizləmişəm. Burada da belə. Buraları da belə yığmışam səliqəli. Bu şkaflarımda belə baxın, gördüyünüz kimi tərtəmizdir. Ondan sonra buraları təmizlədim. Şanerimi də qəşəng sərgiyə saldım. İndi toz turanlayacağımı siləcəm, tozlarımı alacağım. Bundan da bu otaqla işlərimi bitirdim. Değerli xanımlar, 2 təmizlik vlogumu birləşdirib paylaşıram. O birisi pastellərimi dəyişdim. Daha sonra isə bu pastellərimi taxdım. Qəşəng bütün polkalarımı təmizləmişdim, göstərmişdim sizə. Termomu, paltar şkaflarımı hamısını tökdüm, altlarını sildim. Qatlayıb hər birini öz yerinə yığdım. Burada da uşaqların otağına keçmişəm. Uşaqların otağındakı süpürəni, kulyonkanı dəyişdim. Ondan sonra baxın belə. Tərtəmiz pastellərini dəyişdim. Ondan toz turanladım, sildim, tozlarını aldım. Paltar polkalarını səliqəyə saldım. Daha sonra isə digər otağa keçdim. Baxın belə. Polları da silmişəm. Qəşəng xanımla, bu da ev üçün ətirdir. Bu ətri çox sevirəm. Hər dəfə evləri təmizləyəndə baxın belə yandırıram. Niyə desəz 2 ədəd yandırırsınız? Çünki biri bir fərqli ətirdir, biri də bir 2 ətiri birləşdirəndə çox gözəl qoxu alınır və ona görə də həmişə elə istifadə edirəm. İndi bunu da ki xanımlar çox çəkən maşında, orada da qarğıdalı quruduram. Çox çəkən maşını hər gün tezdən qaynatama çox çəkdiyimə görə elə stolun üstündə qoyuram qalsın. Bunu da pastelini dəyişdim. Pəncərələrini sildim. Onun üçün polları da silib bu otaqlarda işlərimi bitirdim. Değerli xanımlar, kanalıma abunə olmağı, rəy bölməsində rəylərinizi gözləyirəm. Yeni vlogda görüşmək ümidi ilə hələlik.